Salam əziz və dəyərli Potensial Gənclər Mərkəzinin izləyiciləri. Bugün müştəri necə qazanaq haqqında anlayış slaydı hazırlamışam. Nəsə qaranlıq qalan olarsa, rəylərdə mənə yazmağı unutmayın, hər birinizi cavablayacağam. Keçək ikinci slaydımıza. Müştərini qazanmaq üçün dinləməliyik. İlk öncə tam dəqiqliklə onun nə etmək istədiyini anlamalıyıq, dinləməliyik. Daha sonra ikinci növbədə müşahidə etməliyik. Onun nə demək istədiyini müşahidə edirik. Anlamağa çalışırıq. Sual veririk. Tam dəqiq anlamaq üçün müştəriyə sual vermək lazımdır. Sual vermədən, tam dəqiq anlamadan satış uğurlu alınmaya bilər. Empatiya qurmalıyıq. Qeyd almalıyıq. Məsələn, bir xonça sifarişi oldu. Bunun xonçanın rəngi, daha sonra içinə nələr qoyulmalıdır, onu qeyd götürməliyik. Həmin sifarişi təhlil etməliyik. Müştəri və sən uyğunlaşmalısan. Hər iki tərəf uyğunlaşmalıdır. Təsdiq etməliyik. Axırda isə hər bir qeydləri ikinci dəfə sual verib tam dəqiqliklə təsdiq etməliyik. Əmin olmalıyıq. Bu da elə təsdiq etməyin bir növüdür. Yəni, tam dəqiqliklə əmin olmalıyıq. Keçək üçüncü slaydımıza. Deməli, müştərini anlamaq üçün ümumi anlayış hazırlamışam. Ümumi anlayış. Müştərini anlamaq uğurlu biznesin əsas şərtidir. Bunun üçün ilk növbədə onun ehtiyaclarını və gözləntilərini müəyyən etmək lazımdır. Əgər müştəri ilə əlaqə effektiv, ünsiyyət qurmaq, suallar vermək və diqqətlə dinləmək önəmlidir. Onun davranışlarını, seçimlərini və alış-veriş vərdişlərini analiz etmək də bir çox o qədər də vacibdir. Rəylərinə və şikayətlərinə diqqət yetirərək inkişaf sahələrini müəyyənləşdirmək olar. Bu arada rəylər və şikayətləri nəzərə yetirməliyik, onlara əməl etməliyik ki, müştəri bizdən razı qalsın. Bu, uğurlu biznesin ikinci əsas şərtidir. Müştərinin emosional vəziyyətini və motivasiyalarını başa düşmək münasibətini gücləndirir, yəni satış münasibətini gücləndirir. Müxtəlif müştəri tiplərinə uyğun yanaşma tətbiq etmək faydalıdır. Müştəri məmnuniyyəti və sadiqliyi onu düzgün anlamaqdan keçir. Keçək dördüncü slaydımıza. Müştəri məmnuniyyəti haqqında və burada göstərilən 3 məqam haqqında ümumi anlayış. Müştərinin məmnuniyyəti, onun gözləntilərinə cavab verən, xidmət və məhsul nəticəsində razı qalmasıdır. Hədəf auditoriya, məhsul və ya xidmətin əsas yönəldiyi müştəri qrupudur. Müştəri sadiqliyi isə müştərinin uzun müddət eyni brendə üstünlük verməsidir. Müştərinin sadiqliyini digər slaydlarda da qeyd etmişəm. Deməli, 3 əsas məqam vacibdir. Yüksək keyfiyyətli xidmət göstərmək, yəni müştərinin gözləntilərini, asan xidmət ona dəyərli olduğunu hiss etdirir. Əlaqəni güclü saxlamaq, səmimi ünsiyyət və vaxtında cavab vermək müştərinin inamını artırır. Əlaqəni güclü saxlamaq üçün başqa bir məqam da deyə bilərəm ki, əlaqəni güclü saxlamaq üçün endirimlər olanda daimi müştərilərə, və yaxud da yeni müştərilərə, razı qalan müştərilərə mesaj hazırlaya bilərsiniz, endirim paketi hazırlaya bilərsiniz, göndərə bilərsiniz. Onları daim sifarişlərinin necə olub-olmadığını, bəyənib-bəyənmədiklərini, narazı qalıb-qalmadıqlarını soruşa bilərsiniz. Bu daimi ünsiyyət də olmaq, əlaqəni güclü saxlamaq deməkdir. Problemlərini tez və effektiv həll etmək. Yəni, müştərinin şikayəti olduqda onu dinləmək və tez həll etmək razılıq yaradır. Bundan əlavə, hansısa sifariş vaxtından 1 saat belə, 1 dəqiqə belə gec verilsə, artıq qarşı tərəf, yəni müştəri narazı qalır. Bu vaxtda yalançı insanlar çoxdur. Necə? Yəni, pis qarşılamayın, mənfi qarşılamayın.
Çünki bəzən fırıldaqçı insanlar olur, yalandan filan şey satırlar, amma həqiqətən də satmırlar. Yəni onlar da demək olar ki, əksəriyyəti, çoxluğu gecikdirəndilər. Yəni çalışın ki, vaxtını gecikdirmədən daha tez və effektiv həll edin. İndi keçək 5-ci slaydımıza. Müştəri qazanmağın 4 yolu var. Keyfiyyətli və ehtiyaclara uyğun məhsul və ya xidməti təklif etmək. Məhsul və ya xidməti belə bir endirim eləmişəm, gəlin siz də yararlanın. Məsələn, bu effektiv satış strategiyası deyil. Amma deyə bilərik ki, filan aya özəl və yaxud da filan günə özəl 50% endirim etmişəm, bunu səni düşünüb etmişəm və yaxud da bu cümlələrdən istifadə etmək olar. Məsələn, deyə bilərik ki, aprel ayı üçün 50% endirimlə səhifə idarəsi və dizayn paketi hazırlamışam. Səhifə idarəçiliyində filan şeylər olacaq. Məsələn, limitsiz, ödənişsiz dizaynlar və s. Yəni bu isə effektiv satış strategiya mesajıdır. İnsanlara effektiv satış strategiyalarının mesajları insanları cəlb edir. Bunlar üçün call to actionlar, qarmaq cümlələr, qarmaq başlıqlardan istifadə etmək şərtdir. İkinci növbədə effektiv və cəlbedici reklam strategiyası qurmaq. Əslində reklamla böyümədən reklamsız böyütmək də olur. Bu necə ola bilər? Məsələn, düzgün strategiyalı paylaşmaq, Instagram alqoritminə uymaq, daha sonra Instagram alqoritminə uyandan sonra Instagramda strategiyanı qurmaq, cədvəl hazırlamaq, planla işləmək, hər gün eyni vaxtda, eyni saatda, eyni dəqiqədə, eyni saniyədə, eyni sarisədə paylaşmaq. Bu isə daimi paylaşım, daimi aktivlik reklamsız böyüməyə səbəb ola bilər. Amma həmişə satış üçün yox. Məsələn, giveawaylar təşkil edə bilərsiniz, yarışmalar və s. kimi təşkil edə bilərsiniz səhifəni böyütmək üçün. Yaxud da ancaq giveawaylar yox. Başqa şey də ola bilər. Məsələn, mən bir SMM olaraq paylaşıram ki, öz peşəni yaz, videonu bəyən, save et, məni izləməyə al və sənə 10 dənə qarmaq cümlə atım, peşənə uyğun və yaxud da call to actionlar atım. O mənim videom faydalı oldu. Onu 2000 nəfərdən çox insan izlədi. Mənim hələ 400 izləyicim var. Yəni, müştəri ilə effektiv reklam verməsəz belə, düzgün strategiya qurub paylaşım etməlisiniz. Üçüncü növbədə rəqabətə uyğun qiymət və kampaniyalar təqdim etmək. Rəqabətə uyğun qiymət və kampaniyalar təqdim etmək nədir? Əslində mən burada demək istəmişəm ki, slaydı hazırlayanda rəqib analizi edib rəqiblərdən fərqlənin. Məsələn, mənim rəqib analizi eləyəndə yazıb ki, mən SMM-əm, dizaynerəm, bunu yazıb. İndi mən də onu götürüb SMM-əm, dizaynerəm yazanda o artıq cəlbedici olmur. Ondan fərqli bir cəhətimi yazmalıyam. SMM-əm, dizaynerəm, məsələn, yaza bilərəm ki, reklama pul qoymadan səhifənizi böyüdürəm və yaxud da böyütməyi öyrədirəm. O yazıb, mən SMM-əm, dizaynerəm, mənim ondan bir dənə fərqli cəhətim olmalıdır ki, insanlar onu seçəndə, araşdırma edəndə məni görsünlər, mənim ondan fərqimi müşahidə etsinlər. İndi keçək 4-ə. İlk təsərrüfatı güclü yaratmaq və peşəkar ünsiyyət qurmaq. Müştərilər daha çox ilk sifarişlərinə önəm verirlər. Məsələn, ilk sifarişdə və yaxud da xidmət sifarişində güclü ünsiyyət, mehriban ünsiyyət, sadiqli ünsiyyət qurulsa, müştərilər görər ki, həqiqətən də bu mənim tapdığım xidmət sahibidir, mən bununla əməkdaşlıq etmək istəyirəm, məhsul və ya xidmətini almaq istəyirəm, görürəm ki, peşəkardır, işinin peşəkarıdır, mehriban ünsiyyət qurur və mən bununla əməkdaşlıq eləmək istəyirəm. Deməli, bunda əgər həqiqətən də dediklərim olarsa, uğurlu biznes əldə edə bilərsiniz. İndi keçək 6-cı slaydımıza. Müştəri tipləri çoxdur, amma ən çox rastlanan tiplər də bunlardır. Sadiq müştəri, yəni həmişə eyni markanı və ya xidməti seçən davamlı alıcıdır.
Markasına, yəni markasına xəyanət etmir. Daim eyni markadan sifariş edir. Məsələn, deyək Nike firması. Mən həmişə Nike firmasından sifariş eləmişəm ayaqqabıları və sairəni. Nike firmasının daimi müştərisiyəm. İndi orijinal olmasa da, məsələn, Azərbaycandan Nike firmasından və yaxud da Trendyoldan Nike firmasından sifariş edirəm. Başqa firmalar da var, məsələn, Coma Azərbaycan, onun da orijinalları var. Amma mən Nike seçirəm. Yəni daim Nike seçirəm, ona xəyanət etmirəm. Yəni bu mənim sadiqlik müştərimdir. Yəni mən Nike firmasının sadiq müştərisindən biriyəm. İkinci tip budur. Kobud müştəri. Əsəbi, tənqidi və bəzən hörmətsiz davranan müştəri tipidir. Bu cür müştərilər adətən narazılıqlarını sərt şəkildə ifadə edir. Biri var narazı müştəri. Mehribancasına desin ki, yox mən bəyənmədim, olarmı dəyişiklik edək. Bu narazı müştərinin mehriban formatıdır. Amma biri də var ki, narazı müştərinin kobud formatı. Yəni necə? Kobud olanda məsələn deyə bilərlər ki, əşi bu nədir? Bunu zəhmət olmasa deməyəydi. Əşi bu nədir? Bunu tez düzəlt, mənə vacibdir, tez olmalıdır. Bəyənmədim, tez düzəltməlisən və sairə kimi əsəbi, tənqidli və yaxud da təhqir kimi mesajlar atmaq, yəni elə əlaqə qurmaq. Bu kobud müştərinə aid kateqoriyasına aiddir. Potensial müştəri. Hələ alış-veriş eləməyib, xidmətinizi və ya məhsulunuzu sizdən sifariş etməyib, almayıb, amma maraqlanan müştəridir. Məsələn, Instagramda kimsəsə sizdən satış etməyib, amma yazıb ki, filan qiymət neçəyədir. Instagram həmin mesajın üstündə potensial müştəri loqosunu etiket eləyir. Yəni bu hələ sizdən satış eləməyib, amma maraq göstərir. Yəni qiymət soruşur, məhsul haqqında daha ətraflı məlumat almaq istəyir və s. Narazı müştəri. Məhsul və ya xidmətdən narazı qalıb dəyişiklik gözləyən müştəridir. Dediyim kimi, narazı müştərinin birinci kateqoriyası narazı müştərinin kobud kateqoriyasıdır. İkinci kateqoriyası isə narazı müştərinin mehriban kateqoriyası. Kobud müştərilər narazılığını kobudcasına, tənqid formasında, təhqir formasında deyir. Lakin narazı müştərinin mehriban formatı isə onu daha mehriban formada deyir. Yəni bu müştəri tipləri vardır. Və sona gələk, artıq burada slaydımız bitdi. Bu təqdimata baxdığınız üçün təşəkkür edirəm. Daha ətraflı məlumat üçün 055 429 42 88 nömrəsi ilə əlaqə saxlayın. Gmailimi də qeyd etmişəm. Nəsə suallarınız olsa nömrəmlə əlaqə saxlayarsınız. Vebsayt bölməsində isə Instagramımı qeyd etmişəm. İzləməyi unutmayın.